Salamlar, vaxtınız xeyir olsun. May ayının 27-si günün ikinci yarısından başlayaraq 28 may gün ərzində Azərbaycanın xüsusilə də Böyük Qafqaz rayonları ərazisində, Gəncə Qazax ərazisində, Kiçik Qafqaz rayonları ərazisində, eyni zamanda Xəzər dənizinə yaxınlaşan Şərq rayonlarında hava şəraitinin qısa müddət ərzində kəskin dəyişilməsi gözlənilir. Proses nəticəsində Böyük Qafqaz rayonlarının Balaçan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmaili, Şamaxı, Xızır, Quba, Qusar, Xaçmaz, Şabran rayonları ərazisində və Xəzər dənizinə yaxın olan Şərq rayonlarında may ayının 27-si günün ikinci yarısından başlayaraq 28 may gün ərzində havada buludluluğun artması gözlənir. Arabir yağış yağması gözlənir. Yağıntıların xüsusən də topa yağış buludlarının güclü inkişafı fonunda lokal leysan xarakterli qısa müddət ərzində intensiv və güclü olması gözlənir. Dolu yağması ehtimalı var. Proses nəticəsində ərazidən axan çaylarda cursulluq gözlənir və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Proses eyni zamanda topa yağış buludlarının keçdiyi ərazilərdə, yəni Böyük Qafqazın əksər rayonlarında leysan xarakterli yağışlarla bərabər küləklərin güclənməsilə müşahidə edilməsi gözlənir. May ayının 28-ci günün ikinci yarısına doğru və 29 may gün ərzində isə hava şəraitinin tədricən sabitləşməsi gözlənir. Eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Gölcə, Goranboy, Naftalan, Bərdə, Tərtər, Beyləqan ərazilərində, eyni zamanda Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şükərlaçın, Xankəndi, Zəngəzur, Zəncana ərazilərində, Füzuli, Cəbrayıl ərazisində və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz, Şərur, eyni zamanda Culfa ərazisində və Naxçıvanın şəhərin mərkəzində də may ayının 27-si günün ikinci yarısından başlayaraq 28 may gün ərzində havada buludluluğun artması gözlənilir. Orta troposferdə atmosfer təzyiqinin xeyli azalması fonunda topa yağış buludlarının güclənməsi nəticəsində lokal xarakterli leysan yağışların yağması gözlənir, şimşək çaxması, eyni zamanda lokal qısa müddətli dolu yağması ehtimalı var. Proses nəticəsində ərazidən axan çaylarda cursulluq gözlənilir və sel daşqın hadisələrində artım ehtimalı var. Eyni zamanda leysan xarakterli yağışlarla bərabər küləklərin də güclənməsi gözlənilir. Artıq may ayının 28-ci günün ikinci yarısına doğru və 29 gün ərzində isə hava şəraitinin tədricən sabitləşməsi gözlənir. Mərkəzi Aran rayonlarının Yevlax, Kürdəmir, Zərdab, İmişli, Ucar, Ağcabəli ərazilərində, eyni zamanda Səbrabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində də may ayının 27-ci günün ikinci yarısında və 28 may gün ərzində havada buludluğun artması gözlənir. Lokal qısa müddətli yağış yağması ehtimalı var. Xüsusən Azərbaycanın şimal, qərb və qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının may ayının 27-ci günün ikinci yarısına doğru və 28-ci günün birinci yarısında Mərkəzi Aran rayonları arasından keçməsi nəticəsində yağışın lokal qısa müddət ərzində intensivləşməsi, şimşək çaxması, lokal dolu yağması ehtimalı var. May ayının 28-ci günün ikinci yarısında və 29 may gün ərzində hava şəraitinin tədricən sabitləşməsi və isti keçməsi gözlənir. Eyni zamanda Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara ərazislərində də may ayının 27-ci günün ikinci yarısından başlayaraq 28 may gün ərzində havada buludluğun artması, lokal xarakterli yağış yağması ehtimalı var. Xüsusən də Azərbaycanın şimal, qərb və cənub-qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının Cəlilabad, Yardımlı, Lerik, Astara ərazilərindən keçməsi nəticəsində yağışların dağətəyi və dağlıq ərazilərdə lokal qısa müddətli intensivləşməsi, şimşək çaxması, lokal qısa müddətli dolu yağması ehtimalı var. May ayının 28-ci günün ikinci yarısı və 29 may gün ərzində hava şəraitinin tədricən sabitləşməsi gözlənilir. Bakı, Abşeron, Sumqayıt ərazisində may ayının 27-ci günün ikinci yarısına doğru və 28 may gün ərzində havada buludluğun xeyli artması gözlənir. Arabir yağış yağması ehtimalı var. Xüsusilə də may ayının 27-sindən 28-dən keçən gecə və 28 may günün birinci yarısında Bakı, Abşeron, Sumqayıt ərazisində şimşək çaxması və yağışın qısa müddət ərzində lokal xarakterli, intensiv leysan xarakterli olması ehtimalı var. May ayının 29-cu gün ərzində isə Bakı, Abşeron, Sumqayıt ərazisində hava şəraitinin əsasən sabit, mülayim və isti keçməsi gözlənir. Atmosfer təzyiqinin Azərbaycan ərazisində və Cənubi Qafqaz regionunda orta troposferdə xeyli azalması fonunda may ayının 27-ci günün ikinci yarısı və 28 may gün ərzində ərazidə hava şəraitinin kəskin dəyişilməsi gözlənir. Xüsusilə də Azərbaycanın şimal-qərb rayonlarında, yəni Böyük Qafqaz rayonlarında, Gəncə, Qazax ərazisində, eyni zamanda Kiçik Qafqaz rayonları arasında və Xəzər dənizinə yaxınlaşan Şərq rayonlarında yağıntıların qısa müddət ərzində intensiv və güclü olması gözlənir. Prosesin qısa müddət ərzində intensiv və güclənməsinə səbəb isə orta troposferdə atmosfer təzyiqinin azalması fonunda, orta, yuxarı və aşağı troposferdə konvektiv aktivliyin güclənməsi fonunda topa yağış buludlarının güclənməsi gözlənilir. Nəticədə qısa müddət ərzində hava şəraitinin kəskin dəyişilməsi, leysan xarakterli yağışların yağması, şimşək çaxması və dolu yağması, eyni zamanda leysan xarakterli yağışların yağdığı ərazilərdə küləklərin güclənməsi gözlənilir. Bu proses qısa müddətli olsa da,
əraziyə qısa müddət ərzində güclü yağıntıların yağması riski var ki, nəticədə ərazidən keçən çaylarda gürsulluq gözlənilir və lokal xarakterli sel, daşqın, su basma hadisələrində artım ehtimalı var. Xüsusilə də Böyük Qafqaz rayonları ərazisində sel və daşqın hadisələrində artım gözlənilir. May ayının 28-ci günün ikinci yarısında və may ayının 29-u gün ərzində isə hava şəraitinin tədricən sabitləşməsi gözlənilir. May ayının 30-u və 31-də Azərbaycan arasında hava şəraiti əsasən sabit keçəcək, lakin iyun ayının 1-ci həftəsində və 1-ci 10 günlük ərzində isə Qafqazın cənubu və Azərbaycan arasında hava şəraitinin yenidən tez-tez dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq.